Burnunu qurdalayanlar bu təhlükəni bilsəydi, yəqin ki, bunu heç vaxt eləməzdi. Videonu bəyənin və burnunu qurdalayan yaxınlarınıza göndərin. Burunun içərisində selikli bir qişa var və bu qişa nəfəs aldığımız havanı nəmləndirir, tozu və mikrobları isə tutmağa kömək edir. Yəni burun əslində bədənin qoruyucu filtrlərindən biridir. Amma burun quruyanda, içərisində qabıq yarananda insan onu dırnağı ilə qoparmağa çalışır. Bu zaman burnun içərisində incə damarlar və selikli qişa zədələnə bilər. Nəticədə göynəmə, qıcıqlanma, yara, qabıqlanma və burun qanaması yarana bilər. Bir də vacib bir məqam, əllərimiz gün ərzində telefona, qapı dəstəyinə, pula, masaya və müxtəlif əşyalara dəydiyi üçün barmaqlarımızın ucunda çoxlu mikroblar olur və siz burnunuzu qurdalayanda həmin mikrobları birbaşa burnun içərisinə salırsınız. Bu isə vəziyyəti daha da pisləşdirir. Xüsusən uşaqlarda bu daha çox olur. Uşaq burnunda quruluq və qabıq hiss edir. Əli ilə qoparır, sonra isə həmin yerdə yenidən qanama və qabıq yaranır və beləliklə problem təkrarlanır. Əgər burnunuzda quruluq, qıcıqlanma və qanama baş veribsə, burnun selikli qişasını nəmləndirib bərpa edən spreylərdən, məsələn, Sinisol Pantenol burun spreyindən istifadə edə bilərsiniz. Spreyin tərkibindəki pantenol maddəsi burundaxili toxumaların bərpasını dəstəkləyir. Tərkibindəki izotonik dəniz suyu isə burun boşluğunun nəmləndirilməsinə və təmizləməyə dəstək olur. Sinisol Pantenol burun qanaxmasını dayandırmaq üçün deyil. Bu məhsul qanaxmadan sonra quruluq, qabıqlanma və qıcıqlanma varsa, burun selikli qişasını nəmləndirməyə və bu halların təkrar yaranma ehtimalını azaltmağa kömək edir. Məhsulu isə böyüklər və 1 yaşdan yuxarı uşaqlar istifadə edə bilər. Məhsul asıllıq yaratmır və gün ərzində bir neçə dəfə hər burun dəliyinə 1-2 püskürtmə kifayət eləyir. Sinisol Pantenol burun spreyini bildirim ki, bütün apteklərdən əldə edə bilərsiniz.